Mövzumuzu test izahları ilə davam edirik. Test 1. Bunlardan hansı qeyri-verbal ünsiyyət vasitəsi deyil? Söhbət, mimika, pantomimika, jest, pauza, nitq. Mimika aiddir, pantomimika aiddir, jest aiddir, pauza aiddir. Amma vasitəsi deyil soruşur bizdən. Söhbət və nitq qeyri-verbal ünsiyyət vasitəsi deyil. Düzgün cavab C variantı. 1-6. Növbəti sual. Ünsiyyət zamanı informasiyanı verən tərəf necə adlanır? İnformasiyanı verən tərəf kommunikator adlanır. İnformasiyanı qəbul edən dinləyici tərəf isə resipient adlanır. İndi isə qəbul edən tərəf. Uyğunluğu müəyyən edin. Nitqin xüsusiyyətləri, nitqin funksiyaları, nitqin növləri. Nitqin xüsusiyyətləri, nitqin məzmunluğu, nitqin anlaşıqlığı, nitqin təsirliliyi, nitqin ifadəliliyidir. Nitqin funksiyaları isə siqnifikativ funksiya, ümumiləşdirmə funksiyası, bir də kommunikativ funksiyadır. Nitqin növləri isə xarici və daxili nitq olmaqla iki yerə bölünür. Deməli, bizdə nitqin növləri dedik, xarici, daxili 3D. Nitqin funksiyaları ümumiləşdirmə, nitqin xüsusiyyəti isə nitqin ifadəliliyi. A, B, D. Düzgün cavabımız B variantı olur. Nitqin xüsusiyyətlərinə, nitqin növlərinə aid olmayanlar hansılardır? Dialoji, monoloji var. Xarici, daxili nitq növləri var. Şifahi, yazılı nitq növləri var. Deməli, aid olmayanları biz seçsək, ümumi şəkildə belə deyə bilərik. Nitqin özü əsas iki növə bölünür. Xarici və daxili nitq. Xarici nitq özü iki yerə bölünür. Şifahi və yazılı nitq. Şifahi nitqin özü iki yerə bölünür. Dialoji və monoloji nitq. Bizim düzgün cavabımız burada olur onda A variantı. 1, 5, 6. 1. Konkret mücərrəd nitqi yoxdur. Mənalı ifadəli nitqi yoxdur. Aydın, təsirli nitq yoxdur. Vasitəli, vasitəsiz nitqimiz var. Nitqin funksiyalarını necə təsnif etmək olar? Deməli, nitqin funksiyaları semantik, ümumiləşdirmə və kommunikativ olaraq üç yerə bölünür. Semantik, ümumiləşdirmə və kommunikativ. 1, 2, 6 A variantı. Bunlardan hansı nitqin xüsusiyyətinə aid deyil? Nitqin ifadəliliyi nitqin xüsusiyyətidir. Anlaşıqlığı xüsusiyyətidir. Təsirliyi xüsusiyyətdir. Məzmunluğu xüsusiyyətidir. Nitqin emosionallığı adlı bizim hər hansısa bir nitqdə xüsusiyyət yoxdur. Kommunikasiya vasitələri hansılardır? Verbal və qeyri-verbal olmaqla iki cürdür kommunikasiya vasitələrimiz. Qeyri-verbal kommunikasiya vasitəsi hansıdır? Dildən, nitqdən kənar olan kommunikasiya vasitələrinə biz qeyri-verbal kommunikasiya vasitələri deyirik. Düzgün cavabımız B variantı. Nitqin növlərinə uyğun olanları seçin. Dialoji nitq, monoloji nitq, daxili nitq, yazılı nitq. Və şifahi nitq. Birinci baxırıq dialoji nitq. Nitq ünsiyyətinin ən qədim növü olub, iki və ya bir neçə şəxsin bilavasitə ünsiyyətidir. Bəli, birə A variantı uyğundur. Dialoji sözünə baxsaq, dialoji iki və daha artıq şəxsin söhbətindən gedir və həqiqətən də ən qədim ünsiyyət növümüzdür bizim. Sonra monoloji nitq. İnsanın öz-özünə fikirləşməsi, xeyr, bir insanın öz fikir və mülahizələrini ardıcıl şərh etməsidir.
Mono tək bir adamın nitqindən söhbət gedir. 2 C variantı. 3. Daxili nitq. Daxili nitq insanın öz-özünə fikirləşməsidir. 3-ə B variantı. Yazılı nitq. Bu çox adından da göründüyü kimi çox sadədir. Fikirlərin yazılı mətndə ifadəsidir. Bəli, şifahi nitq isə başqaları ilə ünsiyyətə doğru yönələn nitqdir. Monoloji və daxili daha çox şəxsin özünə, amma şifahi nitq başqalarıyla ünsiyyət formasıdır. Y variantı. Deməli, bizim düzgün cavabımız A, C, B, D, Y. Y variantı bizim düzgün cavab variantımızdır. Keçirik növbəti suala. Daxili nitqi səciyyələndirin. Daxili nitq 2 və ya daha artıq adamın sual-cavab şəklində həyata keçirdiyi nitqdir. Xeyr, bu dialoji nitqdir. Daxili nitq təxəyyüllə bağlıdır. Daxili nitq tələffüz edilən, təsir edən nitqdir. Xeyr, bu şifahi nitqdir. Daxili nitq fikir, istək və arzuları müəyyən məsafədən olan insanlara çatdırılmasıdır. Xeyr. Daxili nitq insanın öz-özünə fikirləşməsi və özü ilə danışmasıdır. Bəli, daxili nitq həqiqətən budur. Nitqin funksiyaları hansılardır? Nitqin dedik 3 funksiyası var. Siqnifikativ funksiya, ümumiləşdirmə və kommunikativ funksiya olmaqla 3 yerə bölünür funksiyası. 13-cü sualımız. Ünsiyyətin ekspresiv mimik vasitələri hansılardır? Ünsiyyətin ekspresiv mimik vasitələri vacib bir məqamdır. Burada təbəssüm, tərs baxış, mimika, əl və bədənin ifadəli hərəkətləri, vokal mimikası, bunların hər biri ünsiyyət prosesində öz yeri vardır. Deməli, təbəssüm, tərs baxış, mimika, əl, bədənin ifadəli hərəkətləri, vokal mimika bunları çıxsaq, yerdə qalır Y variantı. Bir, 2, 4, 6, 8. 14-cü sual. Ünsiyyət situasiyasının tipləri hansılardır? Ünsiyyət situasiyasının tipləri birgə fəaliyyətdə ünsiyyət və şəxsi ünsiyyət olmaqla 2 yerə bölünür. Ünsiyyət situasiyasının 2 tipini fərqləndiririk. Birgə fəaliyyətdə ünsiyyət və şəxsi ünsiyyət. Birgə fəaliyyət şəraitində ünsiyyət funksional xarakter daşıyır. Yəni, onun mövzusu birgə fəaliyyətin xarakteri ilə müəyyən olunur. Şəxsi ünsiyyət isə 2 və ya daha çox adamın vasitəsiz təması kimi meydana çıxır və emosional xarakter daşıyır. 15-ci sualımız. Müasir psixologiyada ünsiyyətin hansı tərəflərini fərqləndirirlər? Kommunikativ, interaktiv, perseptiv. A variantı. Kommunikasiya, əlaqə, interaktiv və perspektiv isə qavrama və qarşılıqlı təsir. Qeyri-verbal ünsiyyət vasitələrinə aid olmayanları seçin. Mimika aiddir. Jest aiddir. Qeyri-verbala aiddir. Prosimika aiddir. Deməli, 1, 3, 7, kinesika da aiddir, bəli. 1, 3, 7. 1, 3, 7 A variantı. Düzgün cavabımız A variantıdır. Mimika da aiddir. Ən birinci ilə mimika aiddir. 16-cı sual. Uyğunluğu müəyyən edin. İnsanların bir-birini qavraması və anlaması. Birinci, sonra növbəti. Subyektin ünsiyyətdə olduğu adamlar tərəfindən necə qavranıldığını dərk etməsi. Üçüncü, insanın özünü başqaları ilə eyniləşdirməsi, başqasının davranışının səbəbinin izah edilməsi.
Deməli, insanların bir-birini qavraması sosial persepsiyadır. Subyektin ünsiyyətdə olduğu adamlar tərəfindən necə qavradığını dərk etməsi refleksiyadır. İnsanın özünü başqaları ilə eyniləşdirməsi identifikasiyadır. Başqasının davranışının səbəbinin izah edilməsi isə kauzal atribusiyadır.